Norveç dövləti vətəndaşlıq almaq üçün tələbləri sərtləşdirməyi nəzərdən keçirir. Az24 xəbər verir ki, bu barədə Norveçin Əmək və Sosial İnklüzivlik Nazirliyi xəbər yayıb. Məlumata görə, vətəndaşlıq haqqında qanunda bir sıra dəyişikliklər edilə bilər. Buraya vətəndaşlıq almaq istəyənlər üçün yaşayış müddəti tələbinin 3 ildən 7 ilə qədər artırılması, eləcə də vətəndaşlığı olmayan şəxslər üçün Norveç dili biliyi tələblərinin sərtləşdirilməsi daxildir. Bundan başqa, Norveçdə anadan olmuş və ya uşaq ikən ölkəyə gəlmiş vətəndaşlığı olmayan şəxslərdən dövlət ərazisində ən azı 5 il yaşamaq tələb olunacaq. Yerli sakinlə evli olan və ya birlikdə yaşayan ərizəçilər üçün də yaşama müddəti uzadılacaq. Vətəndaşlığı olmayan şəxslər üçün Norveç dilində şifahi bilik tələbinin A2 səviyyəsindən B1 səviyyəsinə qaldırılacağı müəyyən edilib. Eyni zamanda, vətəndaşlıq almaq prosedurlarının, xüsusən də müxtəlif qruplar üçün yaşayış müddəti tələblərinin sadələşdirilməsi təklif olunur. Lakin ümumilikdə qaydaların sadələşdirilməsi də zəruridir.